Marketoloq Samir Mehdiyev isə deyir ki, restoranlarda şou proqrama görə əlavə servis haqqının tələb olunması hallarına tez-tez rast gəlinir. Burada ən vacib məqam müştərilərin bundan əvvəlcədən xəbərdar olmasıdır. Bu həm qanuni tərəfdən restoran üçün vacibdir. İstehlakçı öncədən bütün əldə edəcəyi məhsul və ya xidmətin dəyərini öncədən bilməlidir, görməlidir. Həmçinin şirkətin, yəni restoran özünün brend imici üçün bu çox faydalıdır. Bir digər problem isə istehlakçılar tərəfindən həm servis haqqı, həm də əlavə şou proqram haqqının tutulmasıdır. Dünya praktikasında da belə bir hallar var və bununla bağlı qeyd etdiyim kimi istehlakçı mütləq formada öncədən məlumatlandırılır. Müsahibimiz əlavə edib ki, restoranların əlavə xidmət haqqı tətbiq etməsi mümkündür, ancaq əsas şərt müştərinin bu ödənişlər barədə sifariş verməzdən əvvəl aydın şəkildə məlumatlandırılmasıdır.